Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu səlləm alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecmaîn. Əmmə ba'd. Biz Riyad-ı Salihlərin bağçası kitabının şərhindəyik. Nəzarət bölümünü biz başlamışdıq. Yəni orada ayələr, hədislər götürdük. Cibrilin hədisi gəlmişdi. Orada hansı ki, İslamın 5 dayağı, ərkanı, yəni imanın 6 şərt, rükunu və ihsan. Yəni biz namazda, namazın rukunlarında gəldik, İslam rukunlarını götürəndə kəlmə-i şəhadəti və orada namaz var idi. Və tuqimus salat. Yəni necə ki, Cibrilin hədisində gəlir. Namaz qılırsınız. Namazın rukunları vardı. Biz onları 4-ünü götürmüşdük. Yəni keçən dərsdə xeyli bu dərsi xeyli vaxt dayandırmışdıq. İndi isə davam edirik Allahın izniyle ilə. Birincisi nə idi namazın rukunlarından? Təkbiratul ihram. Təkbiratul ihram Allahu Ekber deməklə namaza girməsidir. Yəni. İkinci Fatihə surəsinin oxumasıdır. Ki, namazda nədir? Rukundur. Fatihə surəsini oxumaq namazda rukundur. Üçüncü götürmüşdük ki, namazda səcdə eləmək nədir? Rukundur. Ruku eləmək rukundur. Üçüncü rukuydu. Dördüncüsü səcdə idi. Və beşinci isə İbn Seymur Rəhməllah deyir ki, beşinci namazın rukunlarından Ət-Tuməninə. Tuməninə nədir? Yəni, insan həmin rukunları yerinə yetirəndə sakitçilik üzərində yerinə yetirirsən. İstiqrar olar. Məsələn, gedir insan məsələn rukuya, tam sakitləşdikdən sonra Subhanə Rabbiyəl Azim bunu deyir və istiqrar edir o form. Dayanır o formada. Yəni, olmaz ki, əyildin belə qalxdığın sırası belə olmaz. Yəni. Demək, bu rukunları yerinə yetirəndə beşinci nədir? Tumaninə eləməkdir. Yatmainnu fil qiyami və fil ruku'i. Qiyamda düzgün durur. İnsan namaza girəndə qiyamda düzgün durur. Rukuda düzgün durur. Və fil qiyami ba'da ruku. Rukudan qalxdıqdan sonra olan qiyamda dayanması. Həmçinin səcdə və iki səcdə arası oturması və yerdə qalıb namazın rukunları. Hamısında arxayan olmalıdır. Tamamı yerinə yetirilməlidir. Və zəlikə ləmmə əxrəcə şeyxani, limə əxrəcə şeyxani, ləmmə əxrəcə şeyxani, Əl-Buxari və Muslim, min hadisi Əbu Hüreyrə radiyallahu anhu, ənə rəculən cəə fədəxələl məscidə. Buxari Müslimdə gələn hədisdə Əbu Hüreyrə rəvayət edir hədisi ki, bir kişi gəlib məscidə daxil olur, fəsallə. Daxil olur, namaz qılır. Thumma səlləmə alə Nəbi sallallahu aleyhi ve sellem. Fərəddə aleyhisselam. Və Peyğəmbər sallallahu aleyhi ve sellem onun salamına cavab verir və deyir ki, İrci' fəsalli fə innəkə ləm tusalli. Qayıt, namaz qıl, sən namaz qılmadın. Yəni, bu kişi namaz qılır, gəlir salam verir. Deyir, qayıt, namaz qıl. Sən namaz qılmadın. Yəni, namazı sayılmadı. Sənin namazın sayılmadı o mənada. Yəni, hərəkət edibsən, hə, amma namazın sayılmadı. Və kişi qayıdır, namaz qılır, sonra gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmə, yenə salam verir. Peyğəmbər sallallahu aleyhi və səlləm onun salamına cavab verir və qayıt, deyir ki, İrci' fəsalli, qayıt, namaz qıl. Fə innəkə ləm tusalli. Sən qılmadın namaz. Yəni, hərəkət eləsən də namazın sayılmadı sən. Və kişi qayıdır, o sallə, namazı qılır. Və ləkinnəhu kə salatil ulə. Lakin birinci qıldığı namazı kimi qılır. Yəni, heç nə dəyişmir. Sonra gəlir Peyğəmbər sallallahu aleyhi ve sellemə salam verir. Peyğəmbər sallallahu aleyhi ve sellem onun salamını qaytarır. Və deyir ki, qayıt, namaz qılsa, namaz qılmadın. Fəqalə vəlləzi bə'asəkə bil haqqı. Səni haqla göndərənə and olsun ki, lə uhsinu həzə fəallimni. Bundan başqasını bilmirəm mən. Yəni, bildiyim budur. Mən örgətginəm. Hədis Buxari Müslimdə gəlmişdir. Və həzihi hiyəl fəidətu min kevnin Nəbi
sallallahu aleyhi ve sellem lem yuallimhu li evveli marratin bel raddedehu hatta salla selase marrat. Min ecl en yekune muteşevvikan lil ilm. Bu diye peygamber burada diye fayda vardı ki peygamber sallallahu aleyhi ve sellem birinci seferden onu örgətmədi. Onu 3 dəfə qaytardı ki, git namazını qıl. Niyə belə elədi peygamber sallallahu aleyhi ve sellem? Ki o insanda elmə şevk olsun, darıxma olsun ki, yəni bunu öyrənsin. Ki görən bu nə deyəcək? Mən görən tək qalacam yəni bunu. Muştaqan ileyhi. Yəni elm üçün darıxmış olsun. Hatta ya'tiyahul ilmu ve yekunu kel matarın nazil ala ardın yabisetin takvelil ma. Hatta deyir o deyir elime gelsin hatta ya'tiyahul ilm. Hatta elm ona gelsin. Ne kimi gelsin? O yağış ki göydən yerə, quru yerə nazil olur və nə edir? Suyu həmin yer qəbul edir. Quru torpaq həmişə suyu özünə çəkir. Yəni insan da darıxanda elmdən ötəri, yəni elm ona gəlir, sanki su quru torpaq tökülür. O formada insan onu götürə bilir. Və lihəzə bunun üçün də aqsama bi ənəhu la yuhsinha. Kişi and içir ki, bundan başqa cürə yaxşı qıla bilmir də, bundan başqasını qıla bilmir. Və talaba minen Nebi sallallahu aleyhi ve sellem en yuallimahu. Peygamber sallallahu aleyhi ve sellem tələb edir ki, onu neyləsin, örgətsin. Və minəl ma'lumi ennən Nebi sallallahu aleyhi ve sellem seyuallimuhu. Məlumdur ki, o bilinen bir şeydir ki, Peygamber sallallahu aleyhi ve sellem onu örgədəcəkdir. Lakin ferraka beynel metlub vel meclub İzâ kâne huvellezî talabe en yuallime sâre eşedde temessüken. Lakin burada fərq nədir? Tələb olunan şeylə cəlb olunan şeyin arasında fərq olur ki, əgər insan özü hansı ki tələb edir öyrənməyi, bu halda öyrəndiyi şeydən möhkəm yapışır. Bax, misal çəkim. Sizə deyirəm ki, gəlin elm öyrənin. Sizi məcbur edirəm, çəkirəm, siz onu öyrənməyirsiniz. Gəlib yatarsınız. Amma siz özünüz öyrənmək istəsəniz onu, gəlib özünüz tələb edəsəniz, həqiqətən siz ondan möhkəm yapışacağız, onu əzbərləyəcəyiz. Ləmmə bələğə ileyhi və təəmmələ qasəməhu billəzi bəəsə rəsulə bilhaq sallallahu aleyhi ve sellem. Yəni həmin kişi neynədir? Yəni o vaxt ki ona çatdı və fikirləşdi və and içdi ki, səni haqla göndərənə and olsun. Çünki özü tələb edir ki, örgətçilən məni. Fəqal vəl-ləzi bə'asəkə bilhaq və mə qalə vallahi liməzə. Yəni demədi ki, vallahi nə üçün? Yəni, belə demədi, səni haqla göndərənə and olsun. Cavab budur ki, li-əclən yəkunə mu'tarifən qayətəl ətraf, yəni tam etirafla etiraf eləməsi üçün idi ki, bi ennəmə yəquluhu Nəbi sallallahu əleyhi və səlləm haqq. Yəni bu Peyğəmbər sallallahu əleyhi və səlləm dediyi şeyin haqq olduğunu, yəni bu o formada and içmişdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dediyi nədir? Söz haqdır. Tam etirafla etiraf edir ki, yəni səni haqla göndərən and olsun. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ona dedi ki, "İzə qumte lis-salati", sən namaza durduqda əsbiğil vudu. Əsbiğil vudu, yəni kamil şəkildə dəstəmaz. Bunu deyir. Sonra qibliyə üzünü tut, fəkəbbir. Üzünü qibliyə tut, təkbir gətir. Qul Allahu Ekber. Namazı öyrədirik. Baxın Peyğəmbər sallallahu əleyhi və səlləm öyrədir. Və həzi təkbiratul ihram. Bu deyir, təkbiratul ihramdır ki, namaza girən o təkbirdir. Thumma qra ma tayassara ma'aka min al-Quran. Sonra Qurandan sənin üçün nə hasatlaşıbsa onu oxu girən. Təbii ki, Fatihə oxunur. Fatihədən sonra əsas rukundur da Fatihədir. Və qad beyyənətis sünnətu ənəhu ləbuddə min qiraat Fatihə. Yəni sünnə də bəyan eləmişdi ki, oxunan o Fatihədir. Yəni, Fatihə oxunmalıdır yəni. Sonra deyir ki, thumma rka. Sonra deyir ruku elə hətta tatmainnə rakiyan. Ruku elə hətta həmin rukuda tam istiqrar edənə kimi tələsmə. Tələsmədən rukun elədin, sıraz qalxma ki, istiqrar elə. Sonra qalx, rukudan qalx, hətta tatmainnə qaimən. Hətta tam olaraq qiyamda, yəni rukudan qalxdıqdan sonra qalxırsan. Bunun üçün də sünnədə gəlmişdi ki, ən yəkuna ruku vəl qiyamı minə ruku
mutesavviyin ev mutekaribin. Yani rukuda, qiyamda beraber olmalı. Qiyamda ne kadar durursansa ona yakın rukuda durmalısın. Yani bu sünnədə belə gəlmişdi. Sonra deyir ki, sümmə sücud, sonra səcdə ilə hətta tatmainnə səcdən. Hətta səcdədə də tam istiqrar edərsən, tələsmədən. Sümmə rəkə hətta tatmainnə cəlisən. Sonra üzr istəyirəm, sümmə rəfa. Sonra qalx, otur. Tatmainnə cəlisən, yəni tam oturdun, rahatlaşdırsan yəni. Və həzihi cümlətu beyni səcdətin, yəni bu cümlə iki səcdə arasındadır. Özür istəyirəm. Həzil cəlsətu beyni səcdətin. Bu oturuş iki səcdə arasındadır. Sümmə sücud. Sonra səcdəyə girin. Hətta tatmainnə səcdən. Sonra səcdədə yenə tam olaraq istiqrar etsən. Mutmain olursan da yəni. Həzə huvə sucudu səni. Bu da ikinci səcdədir. Sümmə fəal zəlikə fi salatikə kulliyə. Sonra bunun namazın hamısında elə girən Peyğəmbər sallallahu bunu öyrədir. Ey ifəl hədil ərkan. Yəni bu rukunlar elə. Birinci rükətdə hansı rukunlar varsa, onların hamısını o yerdə qalan rukunlarda da eləyirsən. El-qiyam və ruku və raf'u minhu və sucud və culusu beyni səcdətin və səcdətü thaniyyətu fi cəmi salat. Qiyam, ruku, rukudan qalxmaq, səcdə, iki səcdə arası oturmaq, ikinci səcdə və fi cəmi salat və namazın hamısında bunu belə eləyir. Əş-şəhidu min həzə qavlihi, yəni bunda Peyğəmbər sallallahu sözündə olan şahid olur ki, hətta tatmainnə. Beşinci nə idi rukunun? Rahat başlandan sonra. Yəni bu rukunların hamısını rukuya düşdün, qalxması lazım. Səcdəyə düşdün, qalxması lazım. Oynama girəndə, yəni ki, tam istiqrar ilə, sukun ilə, mutmain ol. Ondan sonra isə qalx. Və qavluhu fīmə qabləhu innəkə ləm tusalli, yəni bundan öncəki sözlük var, sən namaz qılmamışdın. Bu sözü. Fədəll həzə alə ənəhu mən la yatma'inni fi salatihi fela salate lahu. Bu da alet edir ki kimin ki namazında mutmain değilse de yani ki sukun istikrar eləmirsə də onun namazı yoktur. Ve la farka fi hada beyne ruku vel qiyam ba'da ruku ve sucud vel julus beyne secdetin kulliha. La buden yatmainnel insanu fiha. Yani bunlar İster rukuda, qiyamda, rukudan qalxdıqda, səcdə arası oturmaqda. Bunların hamısında yəni insan lazımdır ki, mutmain olsun. Yəni bunları arxayınçılıqla yerinə yetirsin. Əks halda isə yəni, o kəsin namazı yoxdur. Bəzi alimlər deyir ki, İnnə tumaninətə ən yəstəqilə bi qadri mə yəqul zikrul vacib fi rukun. Bəzi alimlər deyir ki, o yaxşı həmin o rahatlığın miqdarı nə qədər olmalıdır? İnsan orada Sübhanə Rabbiyəl azim demək vacibdir. Sübhanə Rabbiyəl alə demək vacibdir. Bu qədər. Yəni bir də o miqdarda desə, durursa bəs edir yəni. Fir-ruku'i bi qadri mə təqul Sübhanə Rabbiyəl azim. Yəni rukun məsəl üçün Sübhanə Rabbiyəl azim demək miqdarında dayanırsan. Həmçinin də səcdəndə də onun kimi iki səcdə arasında da Rabbi gfirli bir dəfə demək vacibdir. Qiyamda da Rabbena və lekel hamd rukudan qalxdıqdan sonra olan qiyamdır. Yəni bu qədər dayanmaq bəs edir. Velakin ellezî yazharu mines sünneti enne tumaninete emrun fevqa zalik. Yəni lakin sünnədə əmr olunan, zahir olan odur ki, sünnədən həmin arxayınçilik bu iş bundan da yuxarıdadır. Yəni kavnel tumanine bi miqdari en tekule Sübhane Rabbil Azim fil ruku la yazhar leh eser. O söz ki var, deyir ki, Sübhane Rabbil Azim deyirsən, yəni bir dəfə deməklə rukuda, buna heç bir əsər varid olmayıbdır. Deyir. Sünnədə əksinə varid olan şu çox durursan da, yəni. Deyəndə insan izə qalə Allahu Ekber, Sübhane Rabbil Azim, thumma yarfa beyne tumanine. Yani çünkü deyir, özür dilerim, yarfa eyne tumanine, bir insan deyir ki Allahu Ekber, sonra deyir ki Sübhane Rabbiyel Azim, hamısını bir dəfə deyir də məsəl. Sonra burada deyir, hardadır arxayınçilik, hardadır? İbn-i Hüseyin Rahmanlı deyir. El-zahiru ennehu lebudde min istiqrari bihaysu yuqal hazır raculu mutmain. Zahir olan odur ki, lazımdır ki istikrar olsun, belə ki, deyilsin ki bu kişi arxayındır. Yəni
Arxençiliklə bunu edir. Və acəbən li İbn Ədəm keyfə yəl'abu bi şeytan. Deyir Adəm oğlunun deyir oğlu işi çox təəccüblüdür deyir. Nətər deyir şeytan onunla oynayır deyir. Huve vakifun beyne yedeylə azza və cəl. Allah Taala'nın qarşısında dayanır. Yunəcillə Allahı çağırır. Və yetəqarrabu ileyhi bi kəlamihi. Allahın kəlamı ilə Allaha yaxınlaşır. Ona sana verməklə, dua eləməklə. Summa kənnəhu məlhukun fi salatihi. Sanki sonra isə o sanki namazının onun dalınca düşüblər yəni. Məlhuk kimsə ona gəlib çatır. Kənnə aduvan lahiqun lahu. Yəni sanki düşmən onun dalınca düşübdür namazında. Namazını elə qılır ki, kimsə də dalınca gəlir. Fətərahu yahrubu minas salat. Görürsən ki, namazdan qaçır. Quş dəni yerdən yediyi kimi, xoruz dəni yerdən, qarğa dəni yerdən yediyi kimi. Əntə ləv vaqafta beynə yedi məlikin min muluk. Əslən məliklərdən bir məlikin qabağında dayanası olsan dünyada, yunəcikə səni çağırsa həmin məlik və sənə müraciət eləsə, ləv baqitə məhu səatin tükəllimu ləvəcət zəlikə səhlən. 2 saat dayanası olsan onun qabağında formada görəcəksən ki, bu sənin üçün hasandır. Məsələn, prezident səni çağırıbdır, geyinibsən ən gözəl paltarlarını, o danışır, 2 saat sən də durubsan onun qabağında qulaq assan tərpənmədən. Görəcəksən ki, bu sənin üçün hasan gəlir. Yumkin ləv təqifi alə qədəmeyk və lə tətənəqqal min rukun ilə sucud ilə cülus və təfrəh ən həzəl məlik yükəllimuk. Görürsən ki, əgər imkan olur, hətta elə olar ki, ayağın üstündə də dayanarsan, nə rukudan, nə səcdədən, yəni şans ki, dəyişdiyin kimi dəyişmərsən də, insan rukuya gedəndə hal dəyişir, səcdəyə dəyişə bilir. Amma burada sən təkcə ayağın üstündə dayanırsan və sevinirsən ki, nə var, bu məlik, bu başçı, bu kral sən neyinir, səni danışdırır, səninlə danışır. Ona görə sevinirsən, tərpənmirsən. Fəkeyfə və əntə tunəci rabbəkəlləzi xaləqaq. Səni yaradan Rabbin sən müraciət edirsən, bəs o necə olmalıdır? Subhanallah. Səni ruzlandıran, səni kömək olan, sənə hər şeyi verən, sən onu çağırırsan, sonra isə çağırmaqla yanaşı neyirsən? Qaçırsan. Bu qaçışla. Subhanallah. Lakin şeytan insanın düşmanıdır. Ağıllı mümin, dəqiq ağıllı mümin huvəl-ləzi yəttəxizu şeytan aduvan. O şeytanı özünə düşman götürür. Necə ki Allah Teala deyir ki: "İnne şeytanu lekum aduv fəttəxizu aduvan." Şeytan sizin düşmanınızdır. Onu özünüzə düşman götürün. İnnəmə yəd'u hizbəhu liyəkunu min ashabis sa'ir. Həqiqətən onun hizbi, həmin şeytanın hizbi partiyası sizi çağırır ki, dəvət edir ki, cəhənnəm, səir ashablarından olsunlar. Yəni onları çağırır ki, onlar nədən olsunlar? Cəhənnəm ashablarından olsunlar. Fəl-vacib aləl insan, insana vacib odur ki, namazında arxeyin yerinə yetirsin hərəkətlərini və bütün namazın feillərinin sözlü və əməllərində hamısında zahir nə olsun? Arxenciliklə yerinə yetirsin. Sonra burada bir məsələ gəlir. Mə hukmu mən ləm yuqumi salat. Namazı qılmayan hökmü barəsində qalsın gələn səfər Allah təala bizə faydalardan olsun. Amma qəşəng